Əd-Dəyyən. O, qullarını etdiklərinə uyğun, şərə görə cəzalandıran və xeyrə görə mükafatlandırandır. Əməl xeyir olarsa, onun mükafatını artırar. Şər olarsa, ancaq öz mislində cəza verər və ya onu əfv edər. Əl-Mənnən. Bu ad, yaratdıqlarına bəxşinin, ətasının çoxluğuna, neymət verməsinin əzəmətinə və yaxşılığının çoxluğuna dəlalət edir. Ər-Raziq. O, göylərdə və yerdə olan istər salih, istərsə də günahkar qullarına ruzi verməsini öz üzərinə götürəndir. Övliyalarını, ondan qorxan mömin qullarını qəlblərində olana görə xüsusi ruzi ilə ruziləndirər. Bununla da onların imanlarını və hikmətlərini artırar. Onların bədənlərini halal ruzi ilə bəsləyər. Ər-Rəzzəq. Bu ad, yaratdıqlarına olan ruzisinin çoxluğuna dəlalət edən addır. Pak və nöqsansız olan Allah, qulların ondan istəməsindən əvvəl onları ruziləndirər. Hətta ona asilik etmələrinə baxmayaraq, onları ruziləndirir, ruzilərini kəsmir.